herkese salamlar. Bu günləri demək birinci gündür. Neçə dərsim var? 3 dənə dərsim var. İngilis dili, tarix və fizika. Midtermlərim qurtardı və hamısının cavabları sonunda çıxdı. Ortalama belə pis deyil, amma ki yəni keçən semestrə baxanda cidden çox azdı. Çünki yəni keçən semestr məsələn ən aşağı balım 15 idisə, bu semestr ən aşağı balım 12-dir. Yəni belə baxanda 3 bal az kimi görsən, amma əslində heç də az bal deyil. Necə olmuşam bugün dostlar? Sinifə gəldim, çatdım. Sinifdə əslində çox uşaq yoxdur. Amma ki dərsin başlamağına az qalır. Yavaş-yavaş yəqin gələrlər. İngiliz dili dersi kurtardı, İngiliz dili dersimiz ikinci kursta, tarih dersi birinci kursta olduğuna göre geçti, yani demək olar ki hər gün istifadə. Az mən yavaş-yavaş çıxdım aradan, sən də gələrsən. Ay, dayandır müəllim, ha budadır. Azılsın da dayandırdan qorxursan? Yeni bir gündən hər kəsə salam var. Bu günlər sadəcə bir dərsimiz var. 3-cü saatda o da. Normalde getməyəcəkdim əslində. Prosta ki tutor çağırıb, niyə çağırıb da bilmirik. Evdən vloglar istəyirsiniz. Yəni danışılacaq bir söhbət yoxdur da, yəni danışacaq söhbətləri yorumlarda bildirin. Mən onlara uyğun videolar çəkim. Yəni həm siz xoşlayın, həm də mən sizə uyğun şeylər çəkmiş olum. İzləyicilərimə demək istəyirəm. Ne demek istedim? Kim soruşam ki ne demek istəyir, heç nə demək istəmirəm. Demək uşaqlar, universitet tez gəlmişdim deyə birinci korpusa getmişdim. Birinci korpusda bir işim var idi, o da həll olmadı, yenə gedməli olacam. Bir dənə xanım var idi, bəs yaxınlaşdı ki, mən sənin vloglarına baxıram falan, izləyirəm, eləyirəm. Mutlu oldum, tiksindim. Tiksinərəm, yəni sevinərəm, mutlu olaram. Buradan görürsə ona salamlar, çox şirinsən. Mən yaxınlaşanda mən utanıram cavab verməyə. Belə qalım. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Amma belə çox xoşuma gəlir. Üçüncü gündən hər kəsə salamlar. Bu günləri çox bəzənməmişəm, nə də makyaj eləməmişəm. Yəni sadə olaraq gedəcəm. Çünki üzümdə artıq neysə səfkirlər yaranır. Səbəbi makyajdan olduğunu düşünürəm. Ona görə üzümə heç nə vurmayacağam. Yəqin ki, sabahda və bir gündə heç nə vurmamağa üstünlük göstərəcəm. Belə. Hələ tezdir. Universitetə çıxmaq üçün saat 7-dən gözləyəcəm ki, 7-də universitetdən çıxım. Universitetə çıxım. Yəni universitet üçün çıxım. Cümlə də qura bilmədim. Azərbaycan dili yadımdan çıxdı. Gedim. Sonra bu günlər 2 dənə dərsimiz var. Fizika laboratoriyası, bir də fizika məşğələsi. Fizika məşğələsində hər kəs artıq sərbəst işlərini təhvil edəcək. Çünki artıq semestrin sonuna az qalıb. Mayın axırı hardasa universitet bağlanacaq. Və yəni aprel qurtarmış kimi bir şeydir. Yəni mən bunu atanda hətta bəlkə də aprel qurtarmış olacaq. Belə. Uşaqlar inanırsınız yatmışdım. Bəs atam oyadı bu şey, ayağım dur da, bəs getmirsən. Mən də ayada 10 dəqiqə yatıp duracaqdım. Üzümü önce yastığın izi çıxıb yatıp. Nəsə, nə bilmə, dəyişik ruh halları içərisindəyəm. Vaxt tapdıqca yatıram, insanlardan uzaqlaşmışam, heç kəslə danışmıram, demirəm, gülmürəm.
nə bilim, vloglar ona görə yəni salam ibarət olur. Yəqin ki, 2 həftəni birləşdirib atacağam. Əgər həftə sonu vlog gəlməsə, birinci 2 həftəni birləşdirib atacağam. Ki, bunu zaten eşitməyəsiniz. Yəni belə, cidden qəribədir də, yəni. İnşallah əgər, yəni, bazar günü bir şey var, yəni alınsa onu çəkəcəm. Yəni, məncə çox yaxşı sosial sorumluluq projesidir. Görək də inşallah alınsa yaxşı olacaq. Deyəsən, yanda yazır ki, sıfırlar düşmür. Bunun qolu balada Demək uşaqlar, fizikanın laboratoriyası qutardı, tam bal aldım. İndi gedirik prezentasiyasına. Nətər aldınız uşaqlar? 4 bal, 4 bal. Bura bir dənə reski it editi. Hə, dəstələr. Mənim məşhur sticker. Şaurma yeyən it. Zafer. İdris mənə şey gətirir, kreatin gətirir. Bəli, əzizim. Instagramda prosuf adı girirsiniz. Qəşəng kreatinləri alın, mallarımız gətir, çeşidlərimiz var. Hər cürə nə istəyirsiniz, gəlsiz və baxın. Tərifəli qiymətlər. Instagram nədir? Prosuf az. Alın, razı qal. Bulqariya 39. Bunda İdris mənə saxlayır. Alacağım bunu. Dostlar, almağı unutmayın. Bura yazarım Instagram'a. Bura. İdris. Deyəncə də zoom eləyəcəm. Baxın, baxın. Mən yadımdan çıxacaq bilərsən. Only you can make all this world seem right. Hə. Vlogun gözü, qızların dibini. Kızların dibiri, kızların sibiri, stile bak he. Kamera atsan kimi oynama bacarmadı ya. Sen çekme. Oh my god. Hayda. Temur'a bak. Tapçal al de. Mesaj oynuyor. Günceler. Yine gözlerim güler. Murat sen ne oynamışsın? Mahnını niyə oxuradın şimdi? Neynədir? Görünmür. Mən mahnını niyə oxuradın? Mənim dilimə düşmüşdü amma. Ne yapayım? Cü kimi yadımda qalıb bir şey mahnıdır. Tamamını koy oradan. A jest pодарим Богом. Ayağın qoyma, ayağın qoyma. Ayan görsən sənə vloga materiallar çıxardırır. Orada tam düşməyim olsa. Sən qoydun, qoymadın, mən o TikTok atacağam. Mən də 100 min izləyəsən, narahat olma. Mən orada nəsə gördüm. Neyse şu sayılır. Benim heç nə yoxdur. Allah haqqı. Ali. Qızla danışıram da, qızla danışıram. Kızla danışıyorum da ne arayayım kızla danışıyorum. Demək uşaqlar, bir vlogun daha sonuna gəldik. Bu gün nəsə mənə çox maraqlı gəldi. Bəlkə də voleybol falan oynadıq. Neçə vaxtdan sonra bir yerdə aktivitə elədik. Bəlkə də ondan da, amma nə bilim çox xoşuma gəldi də. Yəni məncə çox gülməli anlar idi əslində. Əgər
qoymuşamsa çox gülməli anlar var idi orada. Belə. Videomu bəyəndisə like atıb, abunə olub, komment etmeyi unutmayın. Sağ olun. Yeni bir vlogdan, yeni bir vlog deyirəm hər dəfə. Yeni bir gündən hər kəsə salam var. Necəsiz? Bu gün enerjim inşallah mükəmməldir. Demək, 3 dənə dərsimiz var. 1 kimya, 2 dənə də riyazi analiz. 2 dənə riyazi analiz nə deməkdir? Yəni ki, birinci məşğələ olacaq, misallar eləyəcəyik. İkincidə isə sadəcə qulaq asırıq, belə yazırıq yəni sadəcə. Hə, bu belə olmuşam. Ha deyirəm ki, hazırlaşanda da video çəkəcəm. Həm yadımdan çıxır, həm də o qədər bərbad göstərirəm səhər tezdən. Yəni, dururam, özümü düzəldirəm, ondan sonra başlayıram videonu çəkim ki, sizə qəşəng görsənim. Yəqin ki, bu həftənin axıra ataram vlog. Yəqin ki, bu həftənin axıra atacam vlogu. Yəni, qısa da olsa artıq, yəni, İstəmirəm ki, 2-3 həftə bir yerdə birləşsin, yəni. Çox qarışır elə olanda. Əhədlə rastlaşdıq. Bir də gördüm mənə əl saldı. Əhəd, nətəsən? Demək uşaqlar, kimya dərsi qutardı. Gəlmişik riyazi analiz 1-in məşğələsinə. Salam. Uşaqlar, bu günləri adlısının 105 illiyi tamam olur. Ona görə Qazaxıstanın tələbələr, vətəndaşlar gəldi. Demək uşaqlar, bu vloqun da belə sonuna gəldik. Həm maraqlı oldu, həm də sıxıcı oldu, onu hiss edirəm. Amma ki, evdə video çəkməyə fikrim yoxdur hələ ki. Onu çalışacağım biraz üretim, amma ki, hələ ki fikrim yoxdur. Fikrim yoxdur deyəndə, yəni ki, mövzu yoxdur da, mən o mövzu ətrafında evdə bir nəsə video çəkim. Belə, videomu bəyəndisə, like edib, abunə olub, komment etmeyi unutmayın. Sağ olun. Demək uşaqlar, bugünün vlogunu başladıram, amma əslində burada paylaşmayacağım. Yəni, digər short kimi falan bir günlük vlog olaraq paylaşacağım, amma sabahları inşallah əgər bir yerə getsəm, onu çəkib qoyub və vlogun sonunu eləyəcəm. Yeni bir gündən hər kəs salamlar. Bugün vlogun son günüdür, bazar gündür. Bilirsiniz ki, yol ketim. Bilirsiniz ki, neçə vaxtı bir xəbər gözləyirdim ki, gedə biləcəmmi, gedə bilməyəcəmmi, alınacaqmı? Bu xəbəri aldım dünənləri. Və bu günləri universitetlə uşaqlar evinə gedirik. Həqiqətən, yəni, necə deyim, çox getmək istədiyim bir yer idi. Yəni, bax, görmək istəyirdim. Hətta xüsusilə qocalar evinə çox getmək istəyərəm. Yəni, xeyriyyə işlərində xüsusilə yaxından izləyirəm və maraqlanıram. Belə deyim, çalışacağım oradan da görüntüləri paylaşım. Yəni, bunu paylaşmaqda məqsədim əslində, yəni, bunu eləyirəm, yəni, gözü soxmaq falan deyil. Sadəcə, yəni, mən eləyirəmsə, siz də eləyə bilərsiniz kimi. Yəni, Türklər demiş, farkındalıq yaratmaq istədim. İndi mən gedirəm. İnşallah orada çatanda videonu davam etdirəcəm. Uşaqlar, demək, adımızın uşaqlarını artıq görmüşdük, bir araya gəlmişik. Hələ ki, 7 nəfər var, 8-cimiz yuxarıdadır, provaya gedir. Qalan hamımız belə gözləyirik ki, gəlsinlər, sonra hamımız bir yerdə gedək. İkinci gəlişləriymiş, mənə xəbərim yox idi ikinci gəlişlər olduğunu, amma bundan xəbərim var idi, buna gəlmişdim. O burnunu göstərdi. Burnunu göstərmə. Mən görərəz. Birdən çək. Xəbər yəqin sağ ol.
Demək uşaqlar, artıq gəldik, qurtardıq. İndi qayıdırıq hamı evinə. Ona görə taksi axtarırıq ki, Koroğluya hamı qayıtsın. Əgər videonu bəyəndisə, like atıb, abunə olub, komment etməyi unutmayın. Sağ olun.